Salam qızlar, sizə Alize Velluto'dan toxuduğum bu nənə kvadratlarından ibarət adyaldan danışmaq istəyirəm. Necə toxudum, sərfiyyat necə getdi. Deməli, bu rəngləri mağazindən aldım, gətirdim. Birinci mağazinə görə də xoşuma gəldi. Sonra evə gətirdim, xoşuma gəlmədi. Amma yenə də fikirləşdim ki, toxuyum, görüm nəticə nə olacaq. Toxudum, yaxşı alındı. Görünüşü, rəng qruplaşması, rəng kombinasiyası çox sevdim. Çox xoşuma gəldi. İndi bu adyalın nə müsbət və mənfi cəhətləri var. Müsbət cəhətləri odur ki, çox tez toxunur və adyalın sap sərfiyyatı az istifadə eləyir. Amma tez toxunur deyərkən bu kvadratları toxumaq çox sadə bir şeydir. Yəni bu minimum bazadır toxuculuqda. Kvadratın özünü toxumaq tez gedir. Birləşdirmək də tez gedir. Amma bu ucları gizlətmək dəhşət çox vaxt apardı. Niyə? Çünki baxın, bu kvadratlarda hər sıra rəng dəyişmişəm. Üstəgəl birləşdirərkən gedən sapın ucları, çərçivəni də atması sütunlarla toxunmuşam. Bir onun ucları. Yəni bu ucları gizlətmək bu adyalı bütövlükdə toxumaqdan daha çox vaxtımı apardı deyə bilərəm. Çox bezdirici oldu, çox yorucu oldu. Bütün belə bu adyalı toxuyarkən çox həzz almışdım. Bütün o həzzimi, ləzzətimi öldürdü. Belə deyək. Amma görünüş üçün çox sevdim. Deməli, burada nə rəngləri istifadə eləmişəm? Deməli, Alize Velluto sapından işlədirəm. Deməli, bej rəngin nömrəsi 599. Bu fioletovoy bənövşəyi rəngin nömrəsi 111. Boz rəng var burada. Boz rəngdən 2 dənə istifadə elədim. Biri biraz tündür, biri biraz açıq rəngdir. Deməli, tünd rəngdə olan boz rəngin nömrəsi 87. Açıq rəngdə olan bozun nömrəsi 428. Deməli, 6 dənə yumaq getdi, belə deyək, bu kvadratları düzəltməyə. 6 yumaqdan, deməli, nə qədər oldu? 24 dənə kvadrat çıxdı. Yumaqlardan əlbəttə ki, uclarda qalıqlar qaldı biraz, hər nəsə, amma çox cüzi qalıqlar qaldı, belə də. Amma bir şey də var, hər yumaqdan fərqli miqdarda qalıq qalır. Yəni, nə toxuyursansa toxuyun. Yəni, orada yazılır metraj, amma metrajından hərdən biraz az və yaxud biraz daha çox olur. Deməli, bu adyal üçün istifadə olundu 20 dənə kvadrat, 4 kvadrat eninə, 5 kvadrat da uzunluğuna. Amma baxın, burada 4 dənə bu kvadratlar qaldı. Yəni, bunu uzunluğuna, eninə birləşdirəndə çox anormal dərəcədə uzun olur. Uzunluğuna da birləşdirmək olmur, çünki bura 5 dənə kvadrat lazımdır. Burada isə 4 dənə kvadrat qalıb. Ona görə bunu artıq ehtiyat üçün saxladım, görək. Sonra gələcəkdə yenə toxuyası olsam birləşdirərəm. Eni uzunu təxminən 67 cm, bir də 77 cm oldu. 67-nin 77-yə belə deyək də. 20 kvadrat istifadə olundu. Milçə nömrəsi 8 nömrəli milçə istifadə elədim. Siz əlinizə uyğun olaraq başqa nömrə milçələr istifadə edə bilərsiniz. Yəni belə, görünüş əladır, mənim zövqümə görə çox gözəldir, amma bu sapın uclarını gizlətmək çox bezdirdi məni. Buna görə ola bilər ki, bu adyaldan bir daha eləmədim. Belə, çünki sərf olunmuş vaxta dəymir bu qədər vaxt sərf eləmək buna. İnşallah ki, xoşunuza gəldi informasiya.